Azərbaycanda bank sektorunun strateji hədəfləri açıqlanıb. Hədəflər sırasında sığorta, qiymətli kağızlar və fintech bazarlarının inkişafı, eləcə də kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin həlləri də var. Bank sektorunun 2026-2030-cu illər üçün strateji hədəfləri təsdiqlənib. Bu zaman maliyyə sektorunda çalışan 30 mindən çox əməkdaşın sertifikatlaşdırılması üçün zəruri dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Eləcə də sığorta bazarı, qiymətli kağızlar və fintech bazarlarının inkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinin təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hədəflər çərçivəsində kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi, yeni iqtisadi siyasətə uyğun iqtisadiyyatın maliyyələşdirilməsinə dəstəyin artırılması nəzərdə tutulub. Xüsusən yeni post-neft dövrü dediğimiz etapta küçük ve orta biznesin inkişaf ettirilmesi istikamətində biznesin inkişaf ettirilmesi ve yeni iqtisadi siyaset çerçevesinde aktif şekilde iqtisadiyyatın maliyyələşdirilməsinə dəstək məsələləri ve buna müvafiq olaraktan da yeni layihələrin həyata keçirilməsi planlaşdırılmıştır. Yaşıl iqtisadiyyata aid istehsal və emal sektorlarının maliyyələşdirilməsi də diqqət mərkəzində olacaq. Yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun transformasiyasına xidmət edəcək. Sistem əhəmiyyətli banklarımız tərəfindən bir sıra iri pilot layihələr həyata keçirilir ki, bunlar da həm yaşıl iqtisadiyyata keçidin, dayanıqlı iqtisadiyyata keçidin təmin edilməsində mühüm rol oynayır. Bundan başqa bildiyiniz kimi bu yaxın zamanlarda enerji effektivliyi fondu da yaradılmışdır və banklarımız aktiv şəkildə enerji effektivliyi fondunun vəsaitlərindən də istifadə etməklə enerji qoruyucu və yaşıl iqtisadiyyata keçidə təmin edəcək layihələri də ayrıca maliyyələşdirilməsi planlaşdırılır. Xatırladaq ki, COP29 çərçivəsində bank sektorunun 5 il ərzində 2 milyard manat həcmində yaşıl kredit öhdəliyinin götürülməsi istiqamətində də artıq müvafiq tədbirlər həyata keçirilir. Əli Rızayev, Fariz Şxalizadə, Aytan Abdulova, ASTV İqtisadiyyat.